سخنگویان دولت شریر آمریکا هی تکرار میکنن که ما در کنار مردم ایرانیم. دروغ میگید. اگر در کنار مردم ایران هم باشید برای این است که خنجر زهرآلود خود رو به سینه مردم ایران فرو کنید. Ayətullah Xameneyi və imamın xəttində olan mübariz ruhanilərdən bir neçəsi bu niyyətlə Qumda bir yığıncaq təşkil edirlər və məxfi təşkilat yaratmaq üçün müzakirəyə başlayırlar. Ayətullah Meşkini, şəhid Ayətullah Qüddusi, mərhum Ayətullah Rəbbani Əmləşi, mərhum Ayətullah Rəbbani Şirazi, Hüccətül İslam vəl Müslimin Haşimi Rəfsəncani, Ayətullah Misbah Yəzdi, Ayətullah Əmini Nəcəfəbadi və s. Təşkilatın yaradılmasında məqsəd bu idi ki, bütün Qum elmiyyə hövzəsi və cəmaatın fəaliyyətlərini imam xətti istiqamətində səfərbər etmək üçün bir müqəddimə olsun. Bu təşkilat səs-küysüz işə başlayır. Əsasnamə yazılır. Üzvlük haqqı müəyyən olunur və hamıdan alınır. Təşkilatın icraçısı vəzifəsinə Misbah Yəzdi seçilir ki, iclasların surətini, əsasnaməni və başqa sənədləri qədim duaçıların xətti ilə yazsın. Belə ki, özündən başqa heç kim onları oxuya bilməsin və savakın əlinə düşdükdə dua və tilsimlərdən başqa bir şey olmadığını zənn etsin. 1344-cü ildə bu təşkilatın üstü açılır. Çünki Savak Ayətullah Azərini tutduqdan sonra onun mənzilini axtararaq əsasnaməni ələ keçirir. Ona çoxlu işgəncə verirlər. Təşkilatın bəzi üzvləri də tutulur. Bəziləri isə o cümlədən Ayətullah Xameneyi qaçırlar. Ayətullah Xameneyi, Haşimi Rəfsəncani və Misbah Yəzdi Tehrana gəlirlər. Əlbəttə, bu hadisədən bir müddət qabaq Ayətullah Xameneyi İslamın sayəsində gələcək kitabının tərcüməsinə görə Məşhəddən didərgin düşmüşdü. Çünki bu kitabın mətləbləri, məxsusən müqəddimə və haşiyələri Savakı çox şiddətlə narahat etmişdi. Savak kitabın çapını elə çapxanada ikən dayandırır və oranın məsullarından 2 nəfəri tutur. Amma bütün bunlara baxmayaraq, kitab başqa yolla çap edilir və yayılır. Savak bu işdən çox narahat olduğuna görə Ayətullah Xameneyini təqib edir ki, tutub zindana salsın. Bu o vaxt idi ki, Qumda təşkilat məsələsi üzə çıxmışdı. Savak, şəhid Ayətullah Qüddusini tutaraq onu istintaqa çəkir. O, bu istintaqda başa düşür ki, Savak təşkilat məsələsini öyrənə bilmişdi. Azad olunduqdan sonra bunu cənab Haşimiyə xəbər verir və şəhid Bahunərin Rey Xiyabanı Şotordaran küçəsində yerləşən mənzilində 4 nəfərlik bir yığıncaq təşkil edir. Xameneyi, Haşimi, Qüddusi və Əmini Nəcəfəbadi. Yığıncaqda həmin məsələ müzakirə olunur və belə qərara alınır ki, ehtiyatla hərəkət eləsinlər və Ayətullah Xameneyi hələlik Məşhədə getsin. 1345-ci ilin axırlarında tutulanlardan bəziləri azad olur. Məsələ əvvəlki kimi gərginliyə düşdüyünə görə
Ayətullah Xameneyi Məşhədə ziyarətə gedir. Və təbiidir ki, səfər yalnız ziyarətlə bitmir və başqa işlər də görülür. Savak onun bu fəaliyyətlərindən xəbərdar olur və 1346-cı ilin 14 Fərvərdin tarixində kitab bəhanəsi ilə onu tutaraq zindana salır. Təqribən 4 ay zindanda qalır. Savakın verdiyi bütün işgəncələr və göstərdiyi ağır təzyiqlərə baxmayaraq, Ayətullah Xameneyidən heç bir mətləb ala bilmir. Ayətullah Xameneyi bu dəfə azad olduqdan sonra Quma yaxud Tehrana gəlmək əvəzinə Məşhəddə qalıb dərslərə məşğul olur. O bu dövrdə məkasib və kifayə dərslərini tədris edərək hövzəni işə salır. Hövzə elmlərini ali səthdə tədris etməkdən başqa Qur'anın təfsirinə başlayır. Sonra isə institut tələbələri üçün İslam inqilabının təlim və təbliği dərslərini təşkil edir. Çox keçmədən onun təfsir dərsi mübarizə meydanına çevrilir və inqilabçılar arasında aydınlıq və agahlıq məhəlli olur. Həmçinin mütədəyyin, layiq şəxsləri tanımaq üçün bir vasitə olmaqla bərabər İslami və ictimai işləri təşkil etmə mənbəyinə çevrilir. Məsələn, Firdovs, Kaxək və Kanabat məntəqələrində baş vermiş zəlzələ çoxlu xarabalıq, xəsarət və tələfat törətdiyi zaman Ayətullah Xameneyi həmin mübariz tələbələrindən bir neçəsini seçərək Firdovsa gedir və orada alimlər, inqilabçı və mütədəyyin adamların köməyi ilə Ruhaniyyət İmdad qrupunu təşkil edir. O bu barədə deyir: Fikirləşirdim ki, biz gərək mübarizədə dərindən etiqadı olan bir neçə tələbə hazırlayaq ki, daim bu yolda ciddi cəhd göstərsinlər. Buna görə də bu məsələ üzərində ətraflı şəkildə işlədim və tələbələrlə birgə onu planlaşdırdım. Zəlzələ baş verən zaman biz fürsətdən istifadə edərək dostlarla əlaqə saxladıq və Firdovsa getmək fikrimizi söylədik. Bəziləri bu fikrimizi alqışladılar. Cənab Təbəsi, Şəhid Haşimi Nijad və bir neçə can yandıran, mütədəyyin cəmaat və tələbə 70-80 nəfər, 10-15 maşınla yola düşdük və zəlzələ olmuş məntəqəyə gəldik. Ayətullah Hacı Şeyx Əli Əsgər Mirvarid bir neçə nəfər ilə ora gəldikdə əvvəlcə qüssədən ağlamaq tutdu. Bizim orada vəziyyəti sahmana saldığımızı görəndə şövqdən, sevincdən ağlamağa başladı. Bizim ora getməyimizin əvvəllərində təqribən 10-15 gün cəmaat mənim adımı İmam Xomeyninin adı ilə səhv salırdılar və deyirdilər ki, Ağay Xomeyni gəlib. Ən uzaq kəndlərdən belə çoxlu cəmaat imamı görmək ümidi ilə gəlmişdi. Orada çox yaxşı başa düşdük ki, onu təkcə biz yox, hamı sevir. O hamınındır. Axırı ki, adım yerinə düşdü və cəmaat tanıdı ki, mənəm. Bu işdə dövlət yaman əl-ayağa düşmüşdü. Orada bir jandarm var idi və bizi hədələyərək deyirdi: Gərək buranı tərk edəsiniz. Getməsəniz, zorla çıxaracağam. Biz də dedik ki, getmirik. Elə ki gördüm dostlar qorxdular, dedim, məbadə qorxasınız. Bizim bu şəraitdə qorxmağımızın mənası yoxdur. Çünki biz cəmaata kömək etmək üçün gəlmişik və onların bütün imkanatı da bizim əlimizdədir. Şiro Xorşidin heç nəyi yoxdur. Qırmızı Aypara Cəmiyyətinin o vaxtki adı. Heç olsa da verməz. Elə o cürdə oldu. Tağutun ezam olunmuş məmurları müqavimət göstərə bilməyərək geri qayıtdılar. Və biz işimizi davam etdirdik. Ayətullah Xameneyi Məşhəddə bu elmi fəaliyyətləri, xidmətləri və mübarizələri tədricən
mübarizə mehvəri surətinə gətirir. İranın hər yerindən onunla əlaqə saxlayırlar. Elə buna görə də Savak ona qarşı çox həssas olur. Onun təfsir dərsini də başqa dərslərlə birgə tətil edir. Amma yenidən bu işi başqa bir yerdə başlayırdı və Savak naçar onun da qabağını alırdı. Əksər vaxtlar isə mənzili nəzarət altında saxlayırdı ki, onunla əlaqə saxlayanları tanısın. Həmin zamanda onun fəzlinin, kamalının, zövqünün, şərafətinin xəbəri İranın hətta ən uzaq nöqtələrinə belə yayılmışdı və bir çox şəhərlərdən, o cümlədən İsfahan, Kirman, Yezd və Tehrandan gələrək onu dəvət edərdilər ki, məclislərdə söhbət etsin. Ayətullah Xameneyi də inqilabi baxışını, işlərin həqiqətini, günün problemlərini, mübarizənin vahidliyini və inqilabi cihadı torpağın canına gedən və onu məhsuldar edən həzin və aram yağış kimi cəmaatın teşnə zehninə yeridir və onları oyadır. Onun söhbətləri məxsusən Tehrandakı İslam cəmiyyətlərində təhsil ocaqlarına və Ənsarül Hüseyn kimi fəal məzhəbi heyətlərdəki çıxışları hələ də xatirələrdə qalmışdı. Həmçinin Ayətullah Xameneyinin 1348-ci ilin mübarək Ramazan ayında Tehran bazarında yerləşən Şeyx Əbdülhüseyn mədrəsəsindəki İnqilabın bünövrəsi və şəraiti başlığı altındakı söhbətləri silahlı cihadın şiddətlənməsində çox faydalı və təsirli oldu. Bunu qeyd etmək lazımdır ki, o zamana qədər ruhaniyyətin mübarizəsinə üləma qiyamı adı verilirdi və inqilab deyilmirdi. Amma Ayətullah Xameneyi bu söhbətlərində açıq-aşkar şəkildə təqribən 20 gün inqilab haqqında danışdı. Ayətullah Xameneyi inqilabi tərzi təfəkkürün irəliləməsinə təkcə söhbətləri ilə deyil, tərcümə etdiyi və ya özünün yazdığı kitablarda da çox təsir edirdi. Onun İmam Həsənin sülhü, İslamın sayəsində gələcək, Hindistan inqilabında müsəlmanlar və bir sıra başqa kitabları cavanları tərbiyə edib İslami görüş verməkdə çox böyük rol oynayırdı. 1346-cı ildə Qumda olarkən Ayətullah Xameneyi bu kitablara görə neçənci dəfə idi ki tutulurdu. Amma Savak heç bir məlumat əldə edə bilmədiyinə görə elə həmin gün onu azad edir. 1349-cu ildə mərhum Ayətullahül-Üzma həkimin vəfatından sonra imamın xətti və mərciyyətin təbliği və İslam inqilabının rəhbərinə olan vəfadarlığı izah etmək fürsəti ələ düşür. Lakin onu yenidən tuturlar. Və bu tutulma Məşhəd tələbələri içərisində çox səs-küyə səbəb olaraq hövzəyə təsir edir. 47-50-ci illərdə İnqilabçıların mədəniyyət sahəsindəki fəaliyyətləri və canfəşanlıqlarını nəzərə alsaq görərik ki, onun bu işi tələbələr arasında inqilabi fikirlərin irəliləməsində və möhkəmlənməsində çox böyük rol oynamışdır. Bu illərdə mübariz şəxslər inqilabi İslam ilə tanış olur və keçmiş əsrlərin hiss və pasını silib təmizləyirdi. Təbiidir ki, mübariz üləma və ruhanilər cəmaatın, məxsusən cavan nəslin onlara olan müraciətlərini və qarşılamalarını gördükdə, bu fürsətdən istifadə edərək xalis İslamı, elmləri və marifi hər yolla olsa çatdırırlar. Ya minbərüstü təbliğ ilə, ya dərs deməklə, ya azad və məxfi söhbətlər etməklə, ya da ki, ehtiyac duyulan kitab və vərəqlər nəşr etmək yolu ilə. Ayətullah Xameneyi də bu illəri coşqun məxfi fəaliyyətlər illəri adlandırır ki, daim etibarlı şəxslər tərbiyə etməklə məşğul idi və işin öhdəsindən gəlmək üçün tədris etmək və məsciddə imam cəmaat olmağı qəbul edir. Əvvəlcə Məşhəd bazarında yerləşən və Türklər məscidi adı ilə məşhur olan Siddiqlər məscidində təfsir dərsini başlayır. Az bir müddətdən sonra cəmiyyətin çoxluğuna görə
Mirzə Cəfər məscidinin ikinci mərtəbəsində yerləşən kitabxana salonunda tədrisi davam etdirir. Bu dərsdə tələbələr və Məşhədin mütədəyyin və məzhəbi məsələlərlə aşina olan cəmaatının bəziləri iştirak edirdilər. Lakin 1349-cu ildəki tutulma tədrisi dayandırır. 1349-cu ilin zindanı 4 aydan çox çəkir və azad olduqdan sonra yenidən fəaliyyətə başlayır. 1349-cu ilin Məhərrəm ayında mühəndislərin İslam cəmiyyətində Tasua və Aşura gecələri etdiyi çox şurlu, qorxmaz və inqilabi çıxışı hamını öz təsiri altına salır. Bu söhbətlərdən sonra bir sıra məxfi qruplar, o cümlədən əvvəlinci xalq münafiqləri onunla əlaqə yaradırlar. 50-ci ildə Şahənşah rejimi özünün 2500 illik yubileyini bayram edən zaman silahlı qruplar tərəfindən çıraqların sütunları partladılır və Ayətullah Xameneyni onlarla həmkarlıqda təqsirləndirərək tuturlar. Bu dəfə onu çox ağır işgəncələrə məruz qoyaraq qaranlıq, rütubətli, işıq ucu görməyən bir adamlıq kameraya salırlar. Amma bütün bu işgəncələrə baxmayaraq, onlar bu azad, şücaətli, qorxmaz ruhaninin möhkəm və polad kimi müqaviməti ilə üzbəüz olur və ondan heç bir şey öyrənə bilmirlər. 50 gündən sonra çarəsiz qalıb onu azad edirlər. Azad olduqdan sonra Ayətullah Xameneyi yenidən fəaliyyətə başlayır. Hörmətli şəxslərdən bir neçəsinin təkidi ilə İmam Həsən məscidində cəmaat namazı qılmağa və təfsir dərsləri deməyə başlayır. Beləliklə, cəmaatla məxfi və məhdud əlaqədən başqa birbaşa və gecə-gündüz bir əlaqə yolu da açılır. Bir müddətdən sonra onu Məşhədin Nadiri bağının yanında yerləşən və şəhəri çox həssas və səsküylü nöqtələrdən biri olan Kəramət məscidinin imam cəmaatı olmağa dəvət edirlər. Lakin Savak, cəmaatın çoxluğuna və şiddətli alqışlamalarına görə məscidin işini bir müddət dayandırır. Çox təsiri olan bu cür fəaliyyət növü hamının nəzərini özünə cəlb edir. Məxsusən şəhid mütəhərri və şəhid bahünər Məşhədə etdikləri səfərdə onun bu fəaliyyətinin təsiri altına düşərək çox xoşhal olurlar. Mərhum Ayətullah Taliqani açıqca deyirdi ki, Ayətullah Xameneyi gələcəyin ümididir və Məşhədə getdikdə mütləq onunla görüşün. Bu fəaliyyətlər nəticəsində Savak məcbur olur ki, xüsusi nəzarət altına alsın. Buna görə də ya həmişə onu çağıraraq sorğu-suala tutar, ya da ki, mənzilini mühasirəyə alaraq gəlib gedən adamlara mane olardı ki, bəlkə bu yolla onun dərslərini də tətil etsin. Nəhayət, 1353-cü ildə onu tutaraq Tehrana gətirirlər və Savakın məxfi işgəncə kamerasında həbs edirlər. Zindanın bu dövrəsi 2 ay çəkir və bütün bu müddət ərzində şiddətli işgəncələrə məruz qalır. Şəhid Rəcai bu barədə deyir: 1353-cü ildə mən zindanda olarkən elə bil cəhənnəmi öz gözlərimlə gördüm. Zindanın hər yeri gecə-gündüz ah və nalə ilə dolu idi. Elə bil ki, onlar orada, cəhənnəmdə nə ölərlər və nə də dirilərlər ayəsi təsdiq olunurdu. Oradakılar doğrudan da nə ölü idilər, nə də diri. Ona görə ki, əvvəlcə onları ölümcül hala kimi döyərdilər və bir qədər dayandıqdan, şəxsin halı özünə gəldikdən sonra yenə də döyməyə başlayardılar. Bu işi elə bu cürdə davam etdirərdilər. Komitədə cürbəcür işgəncələr verərdilər. Mənim qaldığım kameranın nömrəsi 18, Ayətullah Xameneyinin qaldığı kameranın nömrəsi isə 20 idi. Mən kamerada Morze əlifbasını öyrənmişdim və qonşu kameralarla əksərən bu yolla əlaqə saxlayırdım. Aldığım xəbərlərdən bəzisini qonşu kameraya göndərirdim və o da Ayətullah Xameneyiyə çatdırırdı.
yadımdadır. Onu təhqir etmək üçün saqqalını qırxmış və üzünə şillə vurmuşdular. O isə çox vüqarlı halda cəsarətlə zindan köynəyini başına bağlayaraq get-gəl edirdi. Mən bir dəfə əl-üz yuyulan yerdə olarkən onunla elə bu halda üzbəüz oldum. Bütün bu təzyiqlərə və işgəncələrə baxmayaraq, şahın məxfi savakı imamın bu cəsur şagirdinin sirrini öyrənə bilmədi. Hətta kiçik bir sənət də olsun, ondan qopara bilmədi ki, məhkəməyə göndərib əleyhinə iş qaldırsın. Ona görə çarəsizlikdən, məxsusən James Carter'in iş üstünə gəlməsi və Amerikanın siyasətinin dəyişməsinə görə 1354-cü ilin qışında onu azad edirlər. O yenidən Məşhədə qayıdaraq yorulmaz mübarizə və cihadını davam etdirir. Bu dəfədəki məsuliyyətləri keçmişdəkindən daha ağır olur. 1349-cu ildə imam xalq münafiqlərinə onların tezliklə parçalanacaqları barədə xəbərdarlıq vermişdi. Və elə belə də oldu. Təşkilatın daxilində qruplaşma əmələ gəlmiş, onun inhirafı aşkar olmuş və partizan mübarizəsi tamamilə parçalanmışdı. Rejim də münafiq partizanlara zərbə endirməklə qürur və qüdrət hissi keçirirdi. Mübariz qüvvələrdən çoxu gicəlmişdi. Heyrətdə idilər və mübarizə qruplara etimad olunmaması hissi içəridən ruhlarına zəhərli xəncər kimi sancılırdı. Bəziləri də məyusluğa və laqeydliyə düçar olmuş, işdən soyumuşdular. Zindanın içində mütədəyyin və İslam ənənələrinə sadiq qalan qüvvələr münafiqlərdən ayrılırdılar. Belə bir təzyiq, sıxma-boğma, xəyanət, inhiraf, məyusluq, tərəddüd və heyrət mühitində mübarizə başçılarının vəzifəsi çox çətin və həssas görünürdü. Cəmaatı baş verən hadisələrlə agah etmək, özü də elə bir tərzdəki ki, rejim bu işdən bəhrələnə bilməsin. Lüzumu onları hidayət etmək çox böyük bir iş idi ki, bunun öhdəsindən gəlmək xüsusi zəriflik və hünər istəyirdi. Amma ilahi lütflər, imamın peyğəmbərcəsinə rəhbərliyi və onun yaxın adamlarının, o cümlədən Ayətullah Xameneyinin diqqəti sayəsində bu həssas zaman ən yaxşı şəkildə idarə olundu. Bir tərəfdən əsl məzhəbi qüvvələr seçilərək təşkil olundu və rejimlə mübarizə etmək üçün əvvəlkindən də qüdrətli qüvvələr hazırlandı. Bir tərəfdən bu qüvvələrin gücü münafiqlərlə mübarizə aparmaq əvəzinə rejimin aradan aparılmasına sərf olunurdu və rejim qəflətdən ayıldıqda artıq iş işdən keçmiş, mübarizə özünün ən yüksək həddinə çatmışdı. Mübarizənin yüksək mərhələyə çatması, münafiq təşkilatının inhirafının aşkar olması, ruhaniyyət və cəmaatın İslami bir təşəkkülə ehtiyacı və onların başları üstündə siyasi və adi şəxslərin olması əvəzinə ruhani, fiqh və siyasətə aşina olan şəxslərin olması hissinə görə Məşhəddə imamın rəhbərliyi, vəfadar və inqilabi ruhaniyyətin müdiriyyəti ilə İslami təşkilatın ilkin özəyi yarandı. Ayətullah Xameneyi bu barədə deyir: 1356-cı ilin yayında mərhum Rəbbani Əmləşi və Müvəhhidi Kirmani ilə Məşhəddə bir söhbətimiz oldu. Sözümüzün canı bu idi ki, mübariz şəxslər, məxsusən ruhaniyyət, nə üçün mütəşəkkil deyildirlər? Elə oradaca fikir irəli sürüldü ki, bir təşkilat yaradaq və cənab Doktor Behiştidən də xahiş edək ki, bu təşkilatda olsun. Çünki hamı bilirdi ki, əgər o bu təşkilatın idarə olunmasını öz öhdəsinə alsaydı, axırı yaxşı olardı və bir yerə yetişərdi. Xoşbəxtlikdən şəhid Behişti və şəhid Bahünər o vaxt Məşhəddə idilər. Ona görə də bu əzizlərin iştirakı ilə bir yığıncaq oldu və İslami təşkilatın əsası qoyuldu. Bu təşkilatın xəbərini zindanda dustaq olan alimlərə verdim. O cümlədən
Haşimi Rəfsəncaniyə çatdırdıqda onlar da öz razılıqlarını bildirdi. Şəhid Mütəhhəri də elə həmin ildə Nəcəfdən imam tərəfindən gətirdiyi bir xəbərdə köhnə mübarizləri bir yerə yığışıb təşkilat yaratmağa dəvət edir. Elə həmin təşkilat bais olur ki, 56-57-ci illərdə çox böyük miqyaslı nümayişlər, yürüşlər, tətillər əmələ gəlsin. Və bu təşəkkülün özü də elə bir təşəkkül ki, yalnız Allah yolunda cihad və şəhadətə görə, nəinki qüdrət, mövqe və məqam əmələ gətirməyə görə idi. Əsasının qoyulmasında Ayətullah Xameneyinin rolu çox böyük olur.